Şok qiymətə Masazırda 3 otaqlı həyət evi sahibi ola bilərsiniz. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Videomuzu sonadək izləyin ki, sonda aylıq ödənişi, ilkin ödənişi və nəqd qiyməti haqqında ətraflı olaraq da məlumat verəcəyəm. Dəyərli izləyicilər, hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak həyət evidir. Yerləşir Masazırda. Əsas yoldan təxminən 150-200 metrlik məsafədə bir sotun içində tikilmiş 6 daş kürsülü, ümumi sahəsi 65 kvadrat olan 3 otaqlı bir həyət evidir. Hal-hazırda da şəkillərdən görürsünüz. Ərazidə bütün kommunal xətlər mövcuddur. Hal-hazırda da sizə evin təmirli vəziyyətini göstəriləm. Ev tam təmirli olaraq təhvil veriləcək sizə. İlin sonuna kimi hər ay 500 manat ödənişlə ilin sonunda, yəni yanvar ayının əvvəl günlərində ev tam təmirli olaraq sizə təhvil veriləcək. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu həyət evi yerləşir Masazırda. Əsas yoldan təxminən 150-200 metr məsafədə, Madeiranın yaxınlığında. Bir sotun içində inşa olunmuş hündür kürsülü, təxminən 6-7 daş kürsülü, ümumi sahəsi 65 kvadrat olan bir həyət evidir. İlkin ödənişi 22.000 manatdır, aylıq ödənişi 400 manatdır. Bu ilin yekununa kimi 4000 manat ödədiyiniz təqdirdə ilin sonunda ev tam təmirli olaraq sizə təhvil veriləcək. Evin nəqd qiyməti 51.000 manatdır. Yəni istəyən olsa 51.000 manatı nəqd ödəməklə də bu evə sahib ola bilər. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud da satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050-277 1435 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik. Yasamal rayonunda təcili olaraq bir otaqlı mənzil satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Şərifzadə küçəsində 3 saylı Asan xidmətin yaxınlığında 5 mərtəbəli köhnə tikili binanın 2-ci mərtəbəsində. Ümumi sahəsi 35 kvadrat olan bir otaqlı, köhnə təmirli bir mənzildir. Təcili olaraq satışa çıxarılıbdır. Biz də istədik ki, çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. Mənzil təmir olunub, kirayə verilmək üçün də ideal bir variantdır. Binanın qazı, suyu, işığı daimidir. Yerləşdiyi ərazi ilk öncə də bildirdiyim kimi 3 saylı Asan xidmətə və bu ərazidən keçən bütün avtobus xətlərinin dayanacağına və bu ərazidə olan bütün yaşayış obyektlərinə də çox yaxın bir ərazidə yerləşir. Qiyməti çox münasibdir. Videomuzu sonadək izləyin ki, qiyməti haqqında da xəbərdar olasınız. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda Şərifzadə küçəsində 3 saylı Asan xidmətin yaxınlığında. Köhnə tikili 5 mərtəbəli binanın 2-ci mərtəbəsində. Ümumi sahəsi 35 kvadrat olan bir otaqlı, köhnə təmirli bir mənzildir. Binanın qazı, suyu, işığı daimidir. Yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bu ərazidən keçən bütün avtobus xətlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Mənzil təmir olunub, kirayə verilmək üçün də ideal bir variantdır. Bu mənzilin qiyməti 105.000 manatdır. Yəqin ki, real alıcı olduğu təqdirdə mənzil sahibi tərəfindən də indirim olunacaq. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050-277
1435 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik. Yasamal rayonu Musabeyev parkının yaxınlığında 3 otaqlı mənzil təcili olaraq satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Musabeyev parkının yaxınlığında 5 mərtəbəli köhnə tikili binanın 3-cü mərtəbəsində ümumi sahəsi 70 kvadrat olan 3 otaqlı təmirli bir mənzildir. Təcili olaraq satışa çıxarılıbdır. Mənzil əşyaları ilə birlikdə satılır. Mənzilin qazı, suyu, işığı daimidir. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bu ərazidən keçən bütün avtobus xətlərinin dayanacağına və həmçinin inşaatçılar və elmlər metrosuna çox yaxın bir ərazidə yerləşir. Videomuzu sonadək izləyin ki, qiyməti haqqında da xəbərdar olasınız. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Musabeyev parkında, Bakı Dövlət Universitetinə yaxın, İnşaatçılar və Elmlər metrosuna yaxın 5 mərtəbəli köhnə tikili binanın 3-cü mərtəbəsində ümumi sahəsi 70 kvadrat olan 3 otaqlı, orta təmirli bir mənzildir. Təcili olaraq satılır, mənzil əşyaları ilə birlikdə satılır. Yerləşdiyi ərazi bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bu ərazidən keçən bütün avtobus xətlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Qazı, suyu, işığı daimidir. Qiyməti 186 min manatdır. Sənədi kupçadır. Real alıcı olduğu təqdirdə mənzil sahibi tərəfindən də endirim olunacaq. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050-277 1435 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik. Yasamal rayonunda Mida yaşayış kompleksində 2 otaqlı mənzil ailə olmaq şərti ilə kirayə verilir. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Şərif Sahidə küçəsində yerləşən 3 saylı asan xidmətinin arxasında təxminən 500-600 metrlik məsafəsində yeni salınmış Mida yaşayış kompleksində. İlk öncə Mida yaşayış kompleksi haqqında məlumat verim. Mida yaşayış kompleksi yeni salınmasına baxmayaraq daxilində 2 məktəb, 2 bağça və bütün yaşayış obyektləri fəaliyyət göstərir və bununla bərabər 9, 10 və 7B nömrəli avtobus xətlərinin sonuncu dayanacağı da Mida yaşayış kompleksinin daxilindədir. Hal-hazırda sizə təqdim etdiyim mənzil isə bu kompleksdə yerləşən 9 mərtəbəli binanın 6-cı mərtəbəsində ümumi sahəsi 60 kvadrat olan qanuni 2 otaqlı, tam təmirli və tam əşyalı mənzildir ki, ailə olmaq şərti ilə uzun müddətli kirayə verilir. Binanın qazı, suyu, işığı daimidir, lifləri işlək vəziyyətdədir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda. Mida yaşayış kompleksində 9 mərtəbəli yeni inşa olunmuş binanın 6-cı mərtəbəsində ümumi sayısı 60 kvadrat olan qanuni 2 otaqlı, tam təmirli və tam əşyalı mənzildir ki, ailə olmaq şərti ilə uzun müddətli kirayə verilir. Əvvəldə də bildirdiyim kimi binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər 9, 10 və 7B nömrəli avtobus xətlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Binanın qazı, suyu, işığı daimidir, lifləri işlək vəziyyətdədir. Mənzilin aylıq kirayə haqqı 620 manatdır. Ev sahibi tərəfindən də yəqin ki, endirim
olunacaq. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.